Qazaxıstan tərəfinin açıqlamasından sonra kütləvi informasiya vasitələrində Azala məxsus təyyarə ilə bağlı daha bir məlumat yayılıb. Məlumatda Bakı-Qrozno reysi üzrə uçuş həyata keçirən təyyarənin Pansir S-1 vasitəsilə vurulması qeyd olunur. Bəs bu fakt rəsmi şəkildə elan olunarsa, Azərbaycan-Rusiya münasibətləri hansı istiqamətdə dəyişəcək? Azala məxsus təyyarənin dekabrın 25-də Aktao yaxınlığında qəzaya uğraması ilə bağlı Rusiyada aparılan cinayət işi hava gəmisinin Pantsir S-1 hava hücumuna müdafiə sistemi ilə vurulduğunu təsdiq edib. Bu barədə Kalibr az öz mənbələrinə istinadən yazıb. Qeyd olunur ki, həmin sistem Rusiyaya Suriyadan gətirilib. İstintaq Azərbaycan təyyarəsinə qarşı radioelektron mübarizə vasitəsinin tətbiq edildiyini təsdiq edib deyə məlumatda deyilir. Sözü gedən sistemlərin tətbiqi təyyarənin idarəetmə sisteminin sıradan çıxması ilə nəticələnib. Xəbərdə həmçinin vurğulanır ki, Rusiya tərəfi həm təyyarəyə atəş açanların, həm də atəş əmri verənlərin şəxsiyyətini müəyyən edib. Bundan sonraki proseslərdə artıq konkret addımların atılmasına ehtiyac var. Yəni, bəzi media resurslarında ənənəvi anti-Azərbaycan əhval-ruhiyyəsinə köklənmiş siyasi klonların açıqlamalarının davamlı şəkildə verilməsindənsə indiki məqamda ən doğru yanaşma tərzi, təzminatın ödənilməsi və eyni zamanda cinayətdə əli olan şəxslərin müvafiq qaydada istintaqa cəlb edilməsi, ədalət məhkəməsi qarşısında dayanmasıdır. İndi belə bir sual yaranır. Azərbaycan-Rusiya münasibətlərində bundan sonra nələr olacaq? Məlumatlı mənbələrin bildirdiyinə görə, əgər Rusiya işi örtbasır etməyə çalışsa və araşdırmanın nəticələrini açıqlamasa, Azərbaycan beynəlxalq hüquqi instansiyalara müraciət edəcək. Bundan əlavə məsuliyyəti bütün nəticələri ilə öz üzərinə götürməkdən imtina Azərbaycan-Rusiya münasibətlərində qırılma nöqtəsinə çevriləcək. Rusiyanın onsuz da az sayda dost dövləti qalıb və tezliklə başqa bir dövləti Azərbaycanı itirmək riski ilə üz-üzədir. Üstəlik, Azərbaycan əhalisi arasında Rusiyanın onsuz da aşağı olan nüfuzu son hadisələr fonunda əhəmiyyətli dərəcədə pisləşib. Nəticə itibarilə hava məkanı ona məxsusdur və təyyarəyə yerdən kənar müdaxilə edilibdir. Ancaq çox təəssüf ki, Rusiya tərəfi israrla bu məsuliyyətdən qaçmağa çalışır, bu məsuliyyətdən yayınmağa çalışır. Bu azmış kimi bir də Azərbaycana qarşı hadisəni təhrif etmək üçün informasiya müharibəsi başlanır. Rusiya hakimiyyət dairələrinə yaxın olan və olmayan bütün internet resursları, bütün informasiya resursları sanki məsələnin örtbasdır edilməsi ilə bağlı bir yarışa giriblər. Xatırladaq ki, Azala məxsus Bakı-Qrozno aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktao şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Prezident İlham Əliyev yanvarın 6-sında təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşündə bəyan edib ki, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının məsuliyyəti Rusiya Federasiyası nümayəndələrinin üzərindədir.